Trampdan iddialı açıqlama. Putini məndən başqa heç kim dayandıra bilməz. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib. Reportun məlumatına görə o bu barədə Outkick portalının jurnalisti Clay Travis'e müsahibəsində bildirib. Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm deyə o əlavə eləyib. Trump həmçinin Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib. 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı Amerika Birləşmiş Ştatlarına George Bush, 2014-cü ildə Krımın ilhaqı zamanı Barack Obama rəhbərliyi eləyib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o heç bir yerə hücum eləməyib.